Bugün sizə çox möhtəşəm bilgilər verəcəm. Bizim bugün vebinarımız olacaq Zənginliyi Yarat vebinarı. Biz başlayırıq pulun enerjisindən. Bugün hər kəs pulun enerjisindən danışır. Hansı ki, həyatına zənginlik çəkmək, həyatına pul çəkmək, sırf zənginliklə bağlı, nə bilim, olumlamalar etmək ki, mən zənginliklə bağlı sırf mən nələrsə edəcəm ki, zəngin olum və yaxud da ancaq pula fokuslanır ki, pulu həyatıma necə çəkim, mən necə edim. Gedirlər məsələn də müəyyən bir rituallar eləyirlər və yaxud da gedirlər müəyyən bir sırf onlardan söhbət gedir ki, müəyyən bir pulun psixologiyasını öyrənmədən sırf pulu həyatlarına çəkmək istəyirlər. Bu nəyə bənzəyir? Bilirsiniz, mənzillərə. Elə bilin ki, bir münasibətə daxil olursunuz. Bir münasibətə, bir sevgi münasibətinə daxil olursunuz. Sevgi münasibətinə daxil olarkən qarşı tərəf ancaq kişi olduğuna fokuslanırsınız. Yəni sən kişisən və səni mən həyatıma çəkmək istəyirəm. Ancaq kişi olaraq o insana fokuslanırsan və həyatına çəkdiyin üçün də həyatına gələn insan səni xoşbəxt etmir, səni məmnun etmir. Niyə? Çünki sən kişi cinsinə ancaq fokuslandın. Halbuki nə cür kişi istədiyini, standartların nədir, o kişi enerjisi nədir, ümumiyyətlə kişi münasibətdə necə olmaq lazımdır, necə bir qadın olmaq lazımdır, bunları bilmədən sən münasibətə daxil olan zaman sən münasibətdə xaos yaşayırsan. Eləcə də pul mövzusu. Sənin beynin, sənin bədənin, sənin zehnin, pul psixologiyasını bilmədən, pulla birləşmədən, pulun enerjisi ilə birləşmədən, pulun psixologiyasını bilmədən sən münasibətə daxil olarkən, pulla münasibətə və yaxud da pulu həyatına çəkmək münasibətinə daxil olarkən ya həyatına pul gələcək, riski gələcək və sonra yenidən gedəcək, gəlib getməklə bir olacaq, ya həyatına pulu çəkə bilməyəcəksən, ancaq nəsə edəcəksən, amma çətinliklə çəkəcəksən və yaxud da ancaq pula fokuslanacaqsan və alınmayacaq ki, sən bu qədər şey edirsən, niyə pul həyatına çətinliklə gəlir. Mövzu nədir bilirsinizmi? Birinci bundan danışım. Pulu bir yol olaraq düşünün. Baxın, biz yola çıxarkən əslində gedəcəyimiz, çatacağımız mənzildir məqsədimiz. Düz deyildi? Məsələn, hər hansı bir yerə gedərkən sizin məqsədiniz nədir? Yola çıxarkən, yol gedərkən, maşınla, hər hansı bir nə iləsə. Yol gedərkən sizin məqsədiniz nədir? Sizi gedəcəyiniz mənzilə çatdırması. Düz deyilmi o yolun? Və o yol sadəcə olaraq bir vasitədir. Məqsəd sizin mənzilə çatmağınızdır. Buna görə də pul da buna bənzəyir. Yəni, misal deyirəm, pul yoldur, məqsədləriniz bəlli olmalıdır ki, pul sizi məqsədlərinizə çatdırsın. Tamam, çox insanın etdiyi yanlış şeylər budur. Məqsədi olmadan pula fokuslanmaq. Pul da yol, pul bərabərdir yol. Yəni, misal, sən ancaq yola fokuslansan, tutaq ki, ancaq yola fokuslanmısan, məqsədin mənzilə çatmaq deyil. Mənzil bilmirsən hara getməlisən, ancaq yola fokuslanmalısan. Sən ancaq yola fokuslanan zaman, sən çatacağın mənzil, əgər çatmısansa mənzili ötürəcəksən. Çatacağın yeri ötürəcəksən. Niyə? Sənin fokusun, fikrin yolda olduğu üçün çatdığın mənzil də nəzərində olmayacaq və yanından yan ötüb keçəcəksən. Pul da ona bənzəyir. Pul yoldur. Sən ancaq yola fokuslananda, istədiyin məqsədlərə çatmaq yolunda sən o məqsədlərini qaçırırsan. Çünki bilmirsən məqsədlərin nədir. Ancaq yola fokuslan, pula fokuslandığın üçün ancaq beynində puldur. Pul. Halbuki bu yanlışdır. Çox insanın etdiyi yanlış şey ancaq pula fokuslanmaqdır. İndi bugün ona görə sizə danışacağım, pulu necə həyatımıza çəkə bilərik, pul nədir, nəyə xidmət edir, pulun enerjisi nədir? Birinci, əzizlərim, pul heç bir zaman xaosda olan yerə gəlmir. Gəlsə də çox çətinliklə gəlir. Yəni, misal, nəyi nəzərdə tuturam? Tutaq ki, sizin zehniniz ancaq keçmişlə savaşladırsa və sizin beyniniz ancaq gələcəkdədirsə, gələcəyim nə olacaq, sabahım nə olacaq kimi ancaq gələcəyi fikirləşirsinizsə, pul sizə heç gəlməyəcəkdir. Niyə? Çünki pul anda yaranır. Pulun enerjisi ana fokuslananda yaranır. Mən anımda nə edirəmsə, pul anda yaranaraq o gəlir həyatımıza. Çünki pul var olmaq deməkdir. Pulun enerjisi var olmaq deməkdir.
Buna görə də çox insanın birinci növbədə, birinci dərəcədə pulu həyatına çəkə bilməməyinin və yaxud çətin çəkməyinin səbəbi xaosda olan beynidir, xaosda olan zehnidir. Çünki onun bədəni, onun zehni keçmişlə məşğul olduğu üçün pul da yaratımdır, indiki zamandır. İndiki zamanda o yaratımı, o enerjini yarada bilmir. Dedik axı, indiki zamanda anımızda məqsədimizi formalaşdırmalıyıq ki, o məqsədimizə gedilən yolda puldur. Pul həyatımıza gəlsin ki, məqsədimizi reallaşdıraq. Tamam. Buna görə də çox, bax bunları mən sizə deyirəm, bir-bir yazın, dəftər götürün və yaxud da diqqətlə dinləyin canlı. Bugün sabaha kimi save olacaq, sabahdan sonra silinəcək. Ona görə diqqətlə dinləyin. Birinci növbədə nə oldu? Xaoslu olan zehnə, xaoslu olan beyinə pul gəlmir. Çünki pul məqsədə gəlir. Məqsəd də anda yaranan bir şeydir. Buna görə sənin bədən titrəşiminin aşağı olanda və sənin bədən titrəşiminin enerjiləri keçmişlə və gələcəklə savaşda olanda sən anında məqsədlərini yarada bilmədiyin üçün pul sənə xidmətə gəlmir. Tamam, birinci qaydanı öyrəndik. Keçirik ikinci qayda. Xaosda olan beyin nə deməkdir? Sizin qorxularınızdan yaranan beyin xaoslu beyindir. Yəni sizin qorxularınız beyninizi idarə edir. Bu nə deməkdir? Çox insan həyatına pulu çəkə bilmir. Səbəbi odur ki, pul lupadır. Baxın, çox insan düşünür ki, pul gələndən sonra mən quduracam. Pul gələndən sonra mən itirəcəm özümü, idarə edə bilməyəcəm. Pul gələndən sonra özümü itirəcəm və yaxud da pul gələndən sonra nə bilim, müəyyən bir bəlaları çəkəcəm və s. İndi pul inancına görə hər insanda fərqlidir. Birinci onu deyim ki, pul lupadır. Lupa bilirsiniz mi nədir? Böyüdücü. Lupa böyüdücüdür. Pul lupadır və pul insana gələn zaman pul insanı qudurtmur. Pul insandakı olan şeyləri ortaya çıxarır. Yəni məsələn, sonradan görmə deyirlər. Görməmiş, sonradan görmə. Bu insanlara niyə o cür deyirlər? Çünki o insan məsələn, anidən pul həyatına gələndə bilmir ki, ondan necə idarə edəcək, bilmir ki, ondan necə davranacaq, bilmir ki, ondan necə rəftar edəcək, bilmir ki, pulla necə rəftar etmək lazımdır, nəyə xərcləmək lazımdır, nə etmək lazımdır. Çoxumuz elə bilirik ki, biz pulu xərcləyə bilirik. Biz pulu xərcləyə bilmirik çoxumuz. Çünki pulu xərcləyə bilsəydik, pul bizə gələrdi xərclənməyə. Çünki pul gəlmək və getmək üçündür, qalmaq üçün deyil. Və nə baş verir? Çox insanda özünü inkişaf elətdirmədən, öz tərəflərini inkişaf elətdirmədən, özünü tanımadan pulu həyatına çəkəndə ya pul gəlməyəcək, ya da ki, gələn zaman pul anidən çıxıb gedəcək və ya həmin insana zərər verməyə başlayacaq. Bu nə demək? Tutaq ki, sizin pis vərdişləriniz var. Məsələn də indi kişi cinsidirsə, ancaq siqaret çəkmək, qadın cinsidirsə, ancaq shopping etmək, özünü necəsə xoşbəxt hiss eləmək. Məsələn, mən tutaq ki, deyirəm, shopping etməklə xoşbəxt oluram. Və yaxud da mən ancaq kofe içməklə xoşbəxt oluram. Və yaxud da mən alış-verişlə xoşbəxt oluram. Mənim xoşbəxtliyim müəyyən bir asılılıqlardan ibarətdir, düz deyilmi? Və mən o asılılıqları pul mənim həyatıma gələn kimi böyütməyə başlayacaq o asılılıqları. Çünki öz-özlüyümdə xoşbəxt deyiləm, öz məqsədimi bilmirəm, öz məqsədlərimi böyüdə bilmirəm. Buna görə də pul həyatıma gələr-gəlməz başlayacaq mənim böyüdülməsi, məndə olan tərəflərimi böyütməyə. Yəni, məsələn, pul gələcək, mən daha çox shopping eləyəcəm, alış-veriş eləyəcəm, pul gələcək, mən daha çox kofe içəcəm, pul gələcək, mən daha çox siqaret çəkəcəm. Yəni ki, pul məndə var olan tərəflərimi böyütmək üçün gəlir. Bura qədər anlaşıldı. Hər şey okeydir. Pul məndə var olan şeyləri böyütmək üçün həyatıma gəlir. Yəni, məndə nə varsa, pul mənə lupa tutacaq. Mənə lupa tutacaq ki, mən onları böyüdəcəm. Pul onu böyüdəcək. Buna görə də nə baş verir? Buna görə də əzizlərim, sizlərə burada mən bir-bir sxemləri öyrədəcəm. Burada sizlərə mən bir-bir pulun psixologiyasından danışacağam və biz nələr etməliyik ilkin növbədə, necə etaplı getməliyik, bunları deyəcəm sizə. İlkin növbədə pulu həyatımıza çəkmək üçün ilkin növbədə böyüdülməyə layiq olan tərəflərimizi yaratmalıyıq. Yəni ki, özümüzü öyrənməliyik. Baxın, beynin mexanizması nədir? Beyin sizi təhlükədən qorumaq üçün yaradılan bir funksiyadır. Yəni ki, əgər sizin şuuraltınızda sizə zərər verən vərdişləriniz varsa, özünüzdən də asılı olmadan, bu hər hansı bir siqaret, digər mövzular deyil, çox shopping etmək də
zərərlidir. Çox kofe içmək də zərərlidir. Xoşbəxtliyini nədənsə asılı vəziyyətə salmaq çox zərərlidir və sizin bu cür vərdişləriniz varsa, beyin sizi bu vərdişlərdən qorumaq üçün, beyin sizi müdafiə edəcək ki, siz həyatınıza pul gəlməsin, sizi puldan qorusun və pul gəlməsin ki, siz o vərdişləri böyütməyəsiniz, çoxaltmayasınız və bununla da özünüzə zərər verməyəsiniz. Yəni ki, beynin funksiyası sizi qoruyur. Beyin qoruma mexanizmasından ibarət olduğu üçün də beyin sizi qorxduğunuz şeylərdən qorumaq üçün, zərər veriləcək şeylərdən qorumaq üçün o şeyləri bloklayır. Buna görə də sizin həyatınıza pul gəlmir, maddiyyat gəlmir, bolluq, bərəkət gəlmir. Çoxunuzun da həyatınıza gələndə bunu idarə edə bilmirsiniz və pul gəldiyi kimi gedir və yaxud da pul sizə zərər verməyə başlayır. Buna görə nə etməliyik? İlk növbədə beynimizi yavaş-yavaş məqsədlər yaratmalıyıq. Beynimizə yavaş-yavaş o məqsədlərə xidmət etmək üçün sxemlər yaratmalıyıq və o sxemlərlə də beynimizə yön verməliyik ki, bax mən pulu buna görə istəyirəm, sən ehtiyac yaradıram, sən buna görə mənə gəlməlisən və o dəqiqə pul həyatınıza gələcək. Əmin edirəm siz təbii qorxularınızdan azad olaraq, bunu da deyəcəm necə azad olmaq lazımdır. Bura kimi hər şey aydındır. İndi nə baş verəcək? Siz düşünürmüsünüz ki, pul sizə həqiqətən gəlmir? Siz düşünürsünüz ki, pul sizə gəlmir? Yəni qıtlıq bilincindəsiniz. Özünüz haqqında düşünürsünüzmü ki, mən qıtlıq düşüncəsindəyim və pul mənə gəlmir? Sizə bugün hər kəsin dediyi bir şeyə doğru bilinən yanlış bir informasiya verəcəm və beyniniz şok effekti yaranacaq. Çoxunuz düşünürsünüz ki, mən qıtlıq düşüncəsindəyim, amma mən sizə bir şey deyəcəm. Əksəriniz, əzlərim, hər birimizin həyatına pul gəlir. Hər birimizin həyatına pul gəlir. Elə bir insan olmasın ki, həyatında pul olmasın. Niyə? Baxın, söhbət nə qədər miqdardan deyil. 500 manat, 1000 manat, 2000 manat, 3000 manat. Söhbət miqdar deyil, söhbət bolluq, bərəkətdir. Çox insan pulun gəlişini miqdara bağlayır. Misal, mən 2000 manat qazanıramsa, mən bolluq, bərəkətdəyəm və yaxud da mən 500 qazanıramsa, mən qıtlıqdayam. Elə insan tanıdaram ki, sizə 500 manat alır, amma onun həyatı o qədər bolluqdadır ki, bu insanın hər şeyi həll olur da, bu insan əlini nəyə atırsa həll olur, istədiklərini çəkə bilir. Elə insan tanıyıram ki, ayda 2000 manat maaş alır, heç bir şeyini görmür, borcdadır, xərclədir, vəziyyəti yaxşı deyil. Demək, birinci qayda, pul miqdardan asılı deyil və hər birimizin həyatına pul gəlir. İndi bu pul enerjisinin gəlmə prinsipindən sizdən danışacağım. Pul həyatımıza gəlir 4 səviyyədə. Bunu diqqətlə dinləyin. Pul həyatımıza gəlir 4 səviyyədə. Hər birimizin həyatına pul gəlir. Amma biz hansı tərəfdən pulu çəkirik, mövzu budur. Tamam. Birinci. Çox insan, pul bir enerjidir və biz o enerjiyə hansı eqregorla bağlanırıqsa, o tərəfdən pul bizə gələcək. Pul bir enerjidir, pul bir miqdar deyil, pul bir enerjidir və biz o enerji vasitəsilə pulu həyatımıza çəkirik. Yəni sizin enerjiniz nəyə bağlıdırsa, o niyyətlə pulu həyatınıza çəkəcəksiniz. Bu nə deməkdir? Pulun 4 enerji, bağlanma enerjisi var. Bundan danışacağım sizə. Birinci bağlanma enerjisi, borcla bağlanmaq. Pula borcla bağlanmaq. Çoxumuzun həyatına pul, belə deyək də, borcla gəlir. Bank vasitəsilə, kimdənsə borc almaq vasitəsilə və yəni borc da bildiyiniz borc. Ya bank olacaq, ya lombard olacaq, ya kimsə olacaq. Birinci enerji sizin həyatınıza pulu nə ilə çəkirsiniz? Borc vasitəsilə. Birinci, kimlər pul həyatına gələn kimi ya banklara gedir, ya borclara gedir, ya kiməsə verməyə gedir, kreditlərə gedir. Ay sağ ol. Birinci, siz həyatınıza birinci dərəcəli pulu borcla çəkirsiniz. İkinci dərəcəli. Nədir? Bunu özünüz bağlanmısınız. Mən sonda deyəcəm buna necə azad olmaq lazımdır. İkinci, asıllıq ilə pulu həyatına çəkmək. Yəni siz əks cinsdən asılısınız, siz atanızdan asılısınız,
Aha, mən bunu dedikcə yazın görün ən çox pul sizə hansı tərəfdən gəlir? Siz atanızdan asılısınız, siz ananızdan asılısınız və yaxud da hər hansı bir dostunuzdan və yaxud da dost deyəndə borca girir, amma ən çox alıb da vermədiyimiz şəxslərdə atamız, anamız, yoldaşımız, asıllı münasibətdən demirəm, onlar sizə pul verməməlidir qətiyyən, amma sırf stabillə mən o şəxsdən asılıyam və o şəxsdən ancaq mənə pul gələ bilər. Ancaq mənə o şəxsdən pul gələ bilər. Pulun gəlişini limitləyirsiniz və pul heç bir yerdən əlavə heç bir yerdən sizə gəlmir. Üçüncü, pulu xəstəliklə həyatımıza çəkmək. Xəstəlik vasitəsilə pulu həyatımıza çəkmək. Bu nə baş verir? Əzizlərim, pul hər bir insanın həyatına gəlir. Çünki pul vasitədir və sizi həyatda sağ tutmaq üçün o həyatınıza gəlməlidir. Elə bir şey olmasın ki, kiminsə həyatına pul gəlməsin, bu mümkünsüzdür. Bu mümkünsüzdür. Bunu ego ilə demirəm, yolda duran dilənçidən tutmuş, dilənçi deyirlər də. Yəni o şeylərin ehtiyac sahibi yox ha, dilənçi deyirəm. Yəni ki, ehtiyacı olmadı, işləmədən kimdənsə istəyənlərdən söhbət gedir. Onların belə ruzisini Allah verir. Yəni ki, onlar heç nə etmədən belə həyatlarına pul çəkirlər, amma kimdənsə asılı vəziyyətdə olaraq. Heyvanları götürək, heyvanların da ruzisi gəlir, pulla gəlməsə də onların görürsünüz ruzisi gəlir. Yəni bu həyatda sağ qalmaq üçün ölüm anınıza kimi sizin həyatınıza mümkünsüzdür ki, pul gəlməsin. Mümkünsüzdür. Sadəcə olaraq pulu nə cür çəkirsiniz, mövzu odur. Bizə ehtiyac olmayan, lazım olmayan şeylə çəkməməliyik biz pul həyatımızı. Burada bunu öyrənirsiniz. Məqsəd budur. Üçüncü, pulu xəstəliklə çəkməyiniz. Pulu xəstəliklə çəkmək nə deməkdir? Yəni ki, mənim məqsədim yoxdur həyatda. Mən nə özümü inkişaf elətdirirəm, nə digər xərclərim yoxdur normal. Mən özümü inkişaf elətdirmirəm, özümə yatırım etmirəm və yaxud da mənim müəyyən bir standartlarım yoxdur ki, mənim hobbilərim, mənim gəlirimi mən bölüm. Və mən bunları bilmədiyim üçün də, özümlə tanış olmadığım üçün də mənim həyatıma pulun gəlməsi üçün mən xəstəlikdən istifadə edəcəm. Yəni ki, xəstələnəcəm daim canım xəstəliklərdə olacaq, iptal. İmtina edirəm. Daim canım xəstəliklərdə olacaq ki, pul mənim həyatıma gəlsin və xəstəliyə getsin. Həkimə getsin, reseptlərə getsin. Pul həyatımıza çəkməyin üçüncü sferası biz xəstəlik vasitəsilə pulu həyatımıza çəkmək. Kimdə xəstəlik vasitəsilə olur? Ancaq xəstəliklərə gedir, bədən tez-tez özünü xəstələndirir. Bu adi böyük bir xəstəliklər deyil, misalda Allah uzaq etsin, xərçəng immünlü olmaq və yaxud da adi qrip deyək, adi gəzən xəstəlikləri tez-tez tutmaq deyək. Adi boğaz gəlməsi deyək. Yəni bədənin tez-tez xəstələnməsi ki, mən daim aptekə müraciət edirəm və xəstəliklərimə görə mən dərman alıram. Və yaxud da yaxınım, övladım və yaxud da yoldaşım və yaxud da kimdənsə. Üçüncü, xəstəlik vasitəsilə pulu həyatımıza çəkməyimiz. Bunları axırda deyəcəm niyə bu dörddən enerji ilə həyatımıza pulu çəkirik. Dördüncü enerjini hazırsınızmı? Dördüncü enerjidə nə ilə çəkir həyatımıza? Bir fərqindəlik uyanır sizdə. Dördüncüsü, biz həyatımıza öz enerjimizi verərək pulu çəkmək. Öz enerjimizi verərək pulu çəkmək. Bu nə deməkdir? Diqqətlə dinləyin. Öz enerjimizi nədir? Məsələn, mənə aid olmayan işlərdə işləyirəm. Mənə motivasiya olmayan işlərdəyəm. Tutaq 9-6 iş rejimi. Elə insan var ki, mənim tanışım var, bir dənə rəfiqəm var. O insan çox məmnundur 9-6 iş rejimində işləmək. O insana enerji verir. O insan o qədər xoşbəxtdir ki, 9-6 iş rejimindən. Bu hər kəsə aid deyil. Hər kəsə aid deyil. Amma hər kəs də bundan məmnun, çox insan da bundan məmnun deyil. Birinci, 9-6 iş rejimində istəmədiyi işdə işləyərək öz enerjisindən verib az pulu həyatına çəkmək. İkinci, özünün xoşuna gəlməyən nüanslardan pulu həyatına çəkmək. Yəni ki, öz enerjisindən verərək xoşbəxt olmayaraq mən verməliyəm ki, pul gəlsin, mən məcburam bunu işləməyə ki, pul gəlsin. Özünü nələrəsə məcbur hiss edərək pulu həyatına çəkmək. Olduğu yerdə xoşbəxt olmayaraq pulu həyatına çəkmək. Yəni, sənin var olan enerjindən tükədərək, verərək pulu həyatına çəkmək. Kimdə bu dördüncü mövzu var? Kimdə bu dördüncü variant var? Yəni, sən olduğun nüansda xoşbəxt deyilsən, amma məcbursan ki, yer üzərində sağ qalmaq üçün oradan sənə pul gəlsin. Məcbursan. Okey, tamam, əla, super. Bu 4 variant. Əzizlərim, bu 4 variant enerjinin 4 prinsipi pulun həyatımıza çəkmə 4 prinsipidir. İndi
Bunlar niyə 4 prinsiplə həyatımıza çəkirik? Pul bir enerjidir, egregordur, enerjidir. Siz enerjinizi nəyə bağlasanız, pul ondan sizə gələcək. Yəni ki, bunu siz ayarlayırsınız zehninizdəki, pul ancaq mənə buradan gələ bilər. Və yaxud da mən ancaq beynimdə şuuraltı olaraq özümü xəstələndirməliyəm ki, pul mənə gəlsin, mənim ehtiyaclarımı ödəsin. Tamam. Buna nə deyirlər? 4 prinsiplə pulun enerjisinə bağlanmaq və bu egregorlara bağlanaraq oradan pulu həyatımıza çəkmək. Yəni ki, əzizlərim, sizi xoşbəxt etməyən, sizə enerji verməyən, özünüzə xəyanət etdiyiniz prinsiplə həyatınızı pulu çəkirsiniz. Yəni düşünürsünüz ki, sevmədiyiniz bir işdə 300 manat maaşa işləməlisiniz ki, başqa yerdə iş yoxdur, tapa bilməzsiniz, başqasına layiq deyilsiniz. Ancaq 300 manatlıq və sevmədiyiniz işdə işləməlisiniz ki, pul sizin həyatınıza gəlsin. Yəni mən öz canımdan, öz enerjimdən verməliyəm sevmədiyim bir şeyə ki, pul mənə gəlsin. Niyə biz 4 prinsiplə enerjiyə bağlanırıq? Çünki dünya sistemi bunun üzərində qurulubdur. Sizə bir dənə bir şey, dünya sistemi oyanmayan insanların üzərindən oyun oynamaq üçün bu 4 egregora enerjiyə bağlayır insanları qorxudaraq. Yəni ki, siz dərman vasitəsi qəbul edən zaman siz sağalmırsınız. Siz sadəcə beyinci kodlayırsınız ki, o sizi sağaldacaq. Dərman vasitələrinin əksəriyyəti insanı sağaltmır, insanı özündən asılı vəziyyətə salır. Niyə? Dünya prinsipində bu dövrüyə geçsin deyə. Mən dərinliyi çox şey açıqlamayacağam, sadəcə qısa deyəcəm ki, aydın olsun sizə. Yəni ki, sevmədiyiniz yerdə işləyirsinizsə, bu sizin özünüzə layiq bilməmə prinsipinizə görədir, öz dəyərsizliyinizə görədir. Yəni ki, siz dünyada özünüzü, enerjinizi yüksəltmədən bu 4 egregordan ayrıla bilməzsiniz. Məcburən bundan 4-dən birinə bağlanmalısınız ki, sağ qalasınız. Çünki sizin beyniniz sağ qalmalıdır, pul sizə gəlməlidir. Amma bu 4 prinsiplə öz istəyinizlə bağlanmırsınız. Genetikanın, nəslin, valideynlərin və cəmiyyətin sizə qorxudaraq prinsip olaraq yer etdiyi və pul ancaq bununla sizə gələ bilər prinsipindən şuuraltınızı kodladığı 4 enerji prinsipindən özünüzə xəyanət edərək bunu həyatınıza çəkirsiniz. Və siz dünyanın yaratdığı negativ egregora enerjiyə bağlanaraq oradan qidalanıb qorxularınızdan pulu həyatınıza çəkirsiniz və artış baş vermir həyatınızda. Bolluq, bərəkəti keçid etmirsiniz və müəyyən bir şeylərdən asılı vəziyyətdə qalırsınız. Buna görə də əzizlərim, bu 4 prinsiplə həyatınıza hansından çəkirsinizsə, bilin ki, siz öz köklərinizdə deyilsiniz. Öz kökünüzdən uzaqdasınız, qorxu ilə pulu həyatınıza çəkirsiniz. İndi onu deyəcəm, bu prinsiplərin heç birinə necə bağlı olmamalıyıq. Mən şəxsən, şükranlar olsun, artıq bu 4 prinsipin 4-ünə bağlı deyiləm, şükürlər olsun və öz prinsipimdən, öz sevdiyim işdə, sevdiyim zaman, sevdiyim vaxt, istədiyim işi görərək rahat şəkildə pul həyatıma çəkirəm. Məsələ nədir? Özünü tapmaq, öz məqsədini tapmaq. İndi digər. Bu 4 prinsipdən azad olmaq üçün, bax, mən sizə sxemli danışıram, diqqətlə dinləyin, bunlar bir-birinə bağlıdır. Bu 4 prinsipdən ayrılmaq üçün ilk öncə öz kökünüzü yaradıb, öz kökünüzdə fokuslanmalısınız, öz reallığınızı yaratmalısınız birinci növbədə. Niyə öz kökümüzü yaradıb? Niyə öz kökümüzü yaratmalıyıq? Niyə öz məqsədlərimizi tapmalıyıq? Bolluq, bərəkətə çatmaq üçün, pulu həyatınızı asanlıqla, rahatlıqla çəkmək üçün, istədiyiniz rahatlığı yaratmaq üçün, heç nədən asılı vəziyyətə gəlməmək üçün, yalnız Allahdan, yaradandan asılı vəziyyətə düşməyiniz üçün. Aydın oldu? Buna görə də biz həyatda hansı egregora bağlı olmadan, bunu aydın vəziyyətdə bilmədən, biz yaradandan pul istəyəndə, biz yaradandan çoxlu pul istəyəndə, yaradan bizə enerji verir. Yəni birdən-birə gətirir, o belə deyək də pulu başımızdan tökmür, bizə enerji verir. Enerji niyə verir? Siz o enerji ilə hansı prinsipə bağlanmışsınızsa, öz şəxsi azad hür iradənizlə oradan pulu çəkmək üçün. Aydın oldu bura? Biz maddiyyat istəyirik Allahdan, çoxlu pul istəyirik, Allah bizə enerji göndərir. Enerji göndərir ki, biz hansı prinsipə bağlıyıqsa oradan pulu çəkək. Əgər sənin hansı egregora 4 enerjinin hansı egregoruna bağlısansa, oradan sənə pulu çəkmək üçün onu istifadə edəcəksən. 4 enerjiyə bağlı deyilsənsə, rahat şəkildə öz istədiyin enerjini yaradıb, qoşulduğun enerjidən çəkəcəksən pulu.
maddi bolluğu yaratmamışdan öncə həyatımızda mənəvi bolluğu yaratmalıyıq. Yəni ki, özümüzü tanımalıyıq, özümüzü öyrənməliyik, özümüzü bilməliyik. Biz kimik, onu ayırd etməliyik. İnandırım sizə, bu pulun psixologiyasından çox yerdə sizə danışmayacaqlar. Çox yerdə bunu vermirlər. Gedin axtarın, YouTube-u axtarın, TikTok-u axtarın, Instagram-ı axtarın, kitabları oxuyun əksəriyyətində. Bu prinsipin sxeminlə sizə verən olmayacaq. Mən sizə əmin edirəm. Mənim bu sxemi tutmağım, bunu öyrənməyim 5 ilimi alıb. Mən dini birləşdirmişəm bura, dünya psixologiyasını öyrənmişəm, pulun psixologiyasını öyrənmişəm və mən bu prinsipi kanallıqla öyrənmişəm ki, biz niyə pul qazana bilmirik? Buna görə əmin edirəm sizi ki, burada sizə bölüşdüklərim təcrübədən keçmiş və öz həyatımda yaratdığım və istifadə etdiyim sxemdir. Bunu öncəliklə sizə deyim. Digər mövzuda. Biz mənəvi bəli, ona görə doğru yerdəsiniz indi siz. Baxın, biz birinci mənəvi bolluğu, mən bura baxıram burada, çünki bir-bir sizə sxemləri yazmışam. Ki, mən danışanda məni çoxdan dinləyənlər, daim olan dinləyicilərim, daimi olan pasientlərim, tələbələrim bilir ki, mən danışanda çox məlumat verirəm və bəzən olur ki, sxemsiz məlumat verirəm və bu sizi aydınlatmır çox vaxt. Ondan sonra dünən mən oturmuşam, bütün sxemləri yazmışam ki, sizin beyniniz bəsiti anlamaq üçün bəsitdən başlayayım, siz yavaş-yavaş bunu beyniniz algılasın, götürsün, qorxmasın. Və biz maddi bolluğu yaratmaq üçün ilkin növbədə mənəvi bolluğumuzu yaratmalıyıq. Yəni biz bilməliyik ki, biz nə istəyirik və kimik. Mənəvi bolluq nədir? Mənəvi bolluq nədir? İndi bunu sxemdə danışacağam, sizə bundan danışacağım. Hazırsınızmı? Bu sxemə gəlirik, mənəvi bolluq sxeminə gəlirik. Mənəvi bolluq əzizlərim. Mənəvi bolluğu yaratmağımıza, yəni özümüzü tanımaq, öz kimliyimizi yaratmağımıza mane olan 7 dənə əsas səbəbdə danışacağam. Pulun 4 prinsipindən danışdım. Bu ağlımızın bir kənarında qaldı. Mənəvi bolluğunuzu yaratmağınıza mane olan 7 əsas punktdan danışacağam. 7 əsas etdiyimiz səhvlərdən. Çox güman ki, hamınız eşitmisiniz bu məlumatı. Çox güman ki, hamınız eşitmisiniz ki, hamı deyir ki, axışda ol, pul sənə gələcək, təslimiyyətdə ol, axışda ol, pul sənə gələcək. Bunu hər yerdən eşitmisiniz. İndi sizə çox insan axışda ol, təslimiyyətdə ol, pul sənə gələcək deyir, amma bunun sirrini açıqlamır ki, pul necə axışda olan zaman gəlir. Axışda olmaq nə deməkdir? Axışda olmağınıza birinci dərəcəli, axışda olmağınıza mane olan 7 əsas blokajdan danışacağım. Birinci, sizin həyatda axışda olmağınıza, təslimiyyətdə olmağınıza blok yaradan ən birinci variantlardan biri həyatı maksimalist yaşamağınızdır. Bu nə deməkdir? Həyatı maksimalist yaşamaq nə deməkdir? Əgər sevincliyəmsə, wow, super, əla, mən həyatda bombayam, superəm, həyatı maksimalist yaşamaqdır. Əgər mən kədər yaşayıramsa, 3 gün ağlayacağam, 5 gün ağlayacağam, vay. Məsələn, deyirəm ki, əlimdən bir şey düşdü, sındı. Məsələn, nəsə düşdü, sındı da, misal çəkirəm. Mən 3 gün o şeyi yas saxlayacağam maksimalist dərəcədə ki, vay, nə oldu mənə? Yəni ki, həyatı maksimalist yaşamaq. Burada anlaşıldı, hər şeyi wow reaksiya vermək. Hər şeyi wow reaksiya vermək çox, yəni həddən artıq reaksiya vermək də balansda yox. Buna görə də yas yerlərində əksər insanlar yaxını ölən zaman şüvənlik qoparırlar. Əslində yas saxlamaq normaldır ya, biz içimizdəkini atmalıyıq, amma biri saçını yolur, biri başını divara döyür, biri onu eləyir ki, mən nə edəcəm? Bunu niyə eləyirlər? Mən onları qınamaq məqsədi ilə demirəm, amma əstəğfurullah. Niyə eləyirlər? Çünki o insanın gedişindən özləri sonra nə edəcək qorxusuna düşünürlər ki, mən o insansız nə edəcəm? O insana yansaydılar, o insanın sizin saçınızı yolmaqla heç bir fayda görməyəcəyini anlayardı insan. Buna görə duyğularını idarə edə bilmədiyi üçün həddən artıq özünü öldürür, vurur, canına ziyan verir, nə bilim, nələrsə eləyir. Xoşbəxtliyi yaşamaq. Bir şey baş verdi, söyləyib, səsini başına atacaq, güləcək. Və yaxud da başqa bir şey çox aşırı dərəcə reaksiya verəcək olmadığı yerdə. Bu nə deməkdir? Həyatı maksimalist yaşamaq, hər duyğunu maksimalist yaşamaq. Axışda olmağınıza mane olacaq birinci nüans hər şeyi maksimalist yaşamağınızdır. Niyə bu ziyandır? Çünki
kainat yaradan görür ki, bu özünü apara bilmir. Bu hər şeyi aşırı reaksiya verir. Bu hər şeyi aşırı reaksiya verdiyi üçün də buna çox pul versən, bu insan özünü itirəcək. Bu insana çox pul versən, bu insan dəli olacaq ki, mən buna necə idarə edim, maksimalist reaksiya verəcək və beyin bunu götürməyəcək. Aydın oldu? Həyatı maksimalist yaşamaq, axışda olmağınıza mane olacaq birinci. İkinci, özünüzü günahlandırma. Özünü günahlandırma nədir? Daxilinizdəki uşaq daim günahlandırırsınız. Məsələn, mən getdim, bir səhv elədim. Okey də bu səhv eləyə bilər. Hamı səhvlə doğrunu tapır. Mən də səhv etmişəm vaxtilə, indi də etməyə davam edirəm. Səhv etmək normaldır. Səhv edən zaman mən buradan nə dərs çıxara bilərəm, bu mənə nə öyrətdi deyib, oradan dərsini çıxarıb növbəti etapda onu etməmək. Çox insan nə edir? Bir şey olmamış, özünü günahlandırır. Mənim vay olsun mənə, qarğışlar eləyir, özünə lənətlər eləyir. Bir zaman mən də belə idim. Bir səhv eləyəndə başlayırdım özümə lənətlər deməyə ki, bacarıqsızsan. Sən kimsən ki, falan yerə gedəsən? Bu nə idi? Başlayırdım özümə o qədər sözlər deməyə, kənara ehtiyac yox idi özümə lənət yağdırmağa. Dilimizdən çıxan hər bir söz bizim bədənimizdə bir enerji oyadır, lənət enerjisi oyadır. Buna görə özünüzü günahlandırdığınız zaman, özünüzə icazə vermədik. Aysa Allah bəlamı versin, nə bilim nə, özümüzü külməyən başıma. Estağfurullah, tövbə. Bunları dedikcə nə baş verir? Başlayırıq özümüzün frekansımızı düşürməyə və başlayırıq enerji bədənimizə lənətlər yaratmağa. Və o lənətlər bizi gün ərzində yeyir, enerjimizi düşürür. Buna görə də axışda qala bilmirik. İkinci axışda qalmağımıza ikinci mane olan səbəb özünü günahlandırma. Özünü günahlandırma səbəbi isə daxilimizdəki olan daxili uşağımız özgüvənsiz olduğu üçün, daxili uşağımız özdəyərsiz olduğumuz üçün vaxtilə valideynlərimiz bizi bir səhv eləyəndə bizi o qədər qınayıblar, bizi o qədər cəzalayıblar ki, biz səhv etməyin normal olduğunu algılaya bilməmişik. Buna görə də nə baş verir? Biz səhv edən zaman başlayırıq özümüzü qınamağa, başlayırıq özümüzə lənətlər yağdırmağa, özümüzə icazə verməməyə. Yəni ki, uşaq vaxtı valideynin davranışı, sənə davranışı sənin böyüyən zaman özünə davranışına bərabərdir. Aydın oldu bura? Üçüncü variant, hər şeyi negativ yöndə abartma. Hər şeyi negativ yöndə abartma. Yəni, misal, tutaq ki, bir hadisə gəldi başına, hadisə gələn zaman o hadisə niyə başına gəldi, orada o hadisədə necə davranmalısan demədən başlamaq negativ yöndə. Məsələn, tutaq ki, deyirəm, misal deyirəm da, indi mən özümüzdən misal çəkəm. Mən digər Instagramda canlı aça bilmədim. Alınmadı da, mən nə qədər etdimsə alınmadı. Mən canlını burada açandan sonra digər Instagramımda canlı açıldı. İndi mən oturum deyim ki, vay bu negativ idi, niyə açılmadı? Mən axı plan qurmuşdum ki, canlı yayımı orada açmalıydım. Hər kəsə demişdim ki, canlı yayımı orada açmalıyım. Hər şeyi negativ yöndə algılamanı qırağa qoymalısınız, kənara qoymalısınız. Bu zaman kainatın yaradanın sizə verdiyi fürsətləri görə bilməyəcəksiniz. Misal deyirəm, bəlkə də burada mən açsaydım digər canlı yayımda bəzi xanımlar buradan yararlana bilməyəcəkdi. Bəlkə də bəzi xanımlar buradan yararlanmaq üçün yaradan dedi ki, burada açmalısan sən canlı yayımı. Yəni ki, hər şeyi negativ yöndə abartma və yönləndirmə. Məsələn, mənim başıma bir şey gələndə mən ona negativ baxmıram. Mən o qədər pozitiv tərəfdən hər şeyə baxıram ki, bir şey başıma gəldi, sevmədiyim bir şey olsa belə. Oradan deyirəm ki, bu niyə başıma gəldi? Burada necə alternativim ola bilər ki, yaradan niyə bunu mənə təqdim et? İşıq yandı beynimdə, gedirəm tez onu düzəldirəm və orada müsbətə doğru çıxardıram. Deyirəm, mən burada dərsimi, bunu öyrəndim, davam edirəm, mən dərsimi aldım. Dördüncü, özünü davamlı təhlükədə hiss etmək. Özünü davamlı təhlükədə hiss etmək. Yəni ki, sabaha güvənməmək, özünü daim narahat hiss eləmək. Ay Allah, sabahım nə olacaq? Mən güvəndə deyiləm, özüm daim təhlükədəyəm. Yəni ki, güvənməmək də yaradana, sabahına, bugününə. Bugün webinardasınız. Webinarda nələr baş verəcək? Webinarda sizlərə nələr təqdim olunacaq? Əlavə də webinarda sizə fürsət yaradılacaq ki, bizim davamiyyətimiz olacaq. Pulun enerjisinə bağlanmağımız üçün. Bəzilərinizin beynində şübhə yaranacaq ki, ay Allah, görürsən davam edimmi, davam etməyimmi, nə olacaq? Yox, bəlkə heç orada şəfalanmadım, bəlkə heç davam etməyim. Nədir? Güvənməmək, sabahına güvənməmək. Halbuki sən buna davam etməsəydin, yaradan səni bu webinara salmazdı. Təsadüf deyilən bir şey yoxdur. Yaradan icazə verməz ki, sən burada məni dinləyəsən, sən burada məndən görüşəsən.
Bu görüşünüz baş tutmayacaqdı. Baş tutmayacaqdı. Yəni bu sənə bir fürsətdir, bir yanında təqdimatdır ki, sən sadəcə daxilindəki Allaha, yaradana güvənməlisən. Okay, mən davam edəcəm və bu mənim fürsətimdir. Yəni ki, özünü davamlı təhlükədə hiss etmək və bütün şansları əlindən qaçırmaq. Təhlükədə hiss edirəm, şansları əlimdən qaçırdıram və güvənmirəm ki, nə baş verəcək. 5-ci punkt. 5-ci punkt. Gördüyü hər hadisəni, hər insanı ideallaşdırma. Daxilindəki özgüvənsiz insanı formalaşdırır. Yəni ki, mənə baxırsınız burada. Bir insanı sevmək. Sevmək başqa bir şeydir. Mənim də sevdiyim insanlar var. O qədər onları sevirəm və candan başdan dinləyirəm və onun hər bir şeyindən istifadə edirəm ki, sevmək başqa, ideallaşdırmaq başqa. Bu nə deməkdir? Mən baxıram, Fərid xanım danışdı. Ayda, nə gözəl həyatını dəyişib, nə gözəl danışır. Məndə alınacaq görəsən. Ay, alınmaz məndə. Mən ki, mən layiq deyiləm ona. Niyə? Mənim 3 dənə gözüm var. Mənim 5 dənə başım var. Mənim 4 dənə ayağım var. Mənim sizdən fərqim nədir? Fərqini deyim, mən də bilim ki, mənim sizdən fərqim var. Allah mənə xüsusi olaraq 5-ci qanat veribdi. Bunları ancaq mənə göndəribdi. Siz yararlana bilməzsiniz. Yəni ki, bu nə gəlir? Hər insanı, hər hadisəni ideallaşdırma, bunu özünə layiq bilmək ki, mən də bunu bacararam. Aydın oldu sizə? Yəni ki, daxilimdəki özümə, daxilimdəki uşağa o qədər güvənmirəm ki, qarşımdakı bunu bacarır, amma mən bacarmıram deyə düşünürəm, ideallaşdırıram. Sevmək başqa bir şeydir, ideallaşdırmaq başqa bir şeydir. Ona görə mən deyirəm ki, heç kəsi ideallaşdırmayın. İdeal insan yoxdur. Bacarmış insan var və siz ona sevgi duya bilərsiniz. Sevgi duya bilərsiniz. O yazırlar səhifələrində, mən möcüzəyəm, mən sizin həyatınızı dəyişəcəm, mən nə bilim, nə filan. Heç kəs möcüzə deyil, hamımız möcüzəyik. Hamımız möcüzəyik. Yaradılışımız belə möcüzədir. Mən sizə bunu fərqindəliyə gətirmək üçün burada danışıram. Mənim sizdən fərqim yoxdur. Mənim 5 dənə başım yoxdur. Mən sadəcə olaraq addım atmışam və nəticə almışam. Mənim fərqim odur ki, mən sizdən daha çox təcrübəliyəm, yəni daha çox öncə başlamışam və siz daha indi məndən yararlanırsınız, faydalanırsınız. Fərqimiz bu ola bilər. Mən bacarmışamsa, siz də bacaracaqsınız. 5-ci bu, hər gördüyün hadisəni, hər şeyi ideallaşdırma, daxilindəki özgüvənə, özünə inanmadığın üçün özünün həyatında da onun baş verəcəyinə inanmırsan. Məsələn, mən bugünkü həyatımda mən mentorlarımı izləyirdim, deyirdim, mən də onu bacararam. Mən sadəcə olaraq onu bilmirəm, sxemləri bilmirəm də. Mən o sxemləri o insandan öyrənirdim, tapatap mən deyirdim, mən də bacarırdım. Niyə? Yəni Allah iminli onun üçün göndərməyib ki, hamımız üçün göndərib. Sadəcə bu insandan öyrənmək lazımdır, təcrübə, addım atmaq lazımdır. 5-ci punktda dedik. 6-cı punkt. Başqalarının nə düşündüyünü beynində öncədən qərarlaşdırmaq. Misal, mən yoldaşıma gedirəm, başqalarının nə düşündüyünü öz beynimdə canlandırmaq. Yəni ki, misal, mən gedirəm, yoldaşımdan pul istəyəcəm. Və yaxud da mən gedirəm, yoldaşıma deyəcəm ki, mənə gül alsan çox sevinərəm. Amma mən öncədən planlaşdırıram ki, ayda mən desəm, deyəcək ki, neyinirsən, gülü, gül solub gedir. Və yaxud da mən pul istəsəm, deyəcək ki, borclarımız var, xərclərimiz var, sən öncədən pul istəyirsən. Yəni ki, özümüz istədiyimiz, addım atacağımız şeyi əvvəlcədən özümüz el bariyeri qoyuruq qarşımıza və özümüzə deyirik ki, özümüzdə, beynimizdə deyirik ki, mən istəmədən o insanın mənə nə cavab verəcəyini beynimdə qərarlaşdırdım. Ən böyük blokaj, axışda olmağa və pulun sizə gəlməyini ən böyük yaradaq blokaj başqalarının yerinə qərar verməyinizdir. Başqalarının yerinə qərar verməyinizdir. Siz addım atmadan, siz insana bir şey danışmadan bilə bilməzsiniz o insan sizə nə deyəcək. Qətiyyən bilə bilməzsiniz. Buna görə çox insan iş yerinə gedir, CV atır və yaxud da iş yerinə CV atmaq istəyir. Düşünür ki, ayda məni nə edəcəklər orada, mən filan şeylər bacarmıram, orada ideal insanlar götürürlər və yaxud da başqa bir şey. Yox, qərarlaşdırdı, öz-özünü blokladı. Bəlkə də getsəydi bu insanı qəbul edəcəklər işə. Yəni ki, başqalarının yerinə qərar vermək. Özünüzü bloklayırsınız, başqa heç kəs. 7-ci punkt. Öz fikrinə aid olmayan, özünə aid olmayan, öz düşüncələrinə aid olmayan insanları qəbul etmək. Məsələn, bir insan durur, misal, mənim fikrimə zidd bir fikirdən danışır. Mənim fikrimə zidd bir fikir deyir. Mən qalib deyirəm ki, ayda qıcıq oluram mən bu insana. Bu insan niyə deyir ki, belə? Misal, məsələn, nəyi misal çəkim bunun üzərindən? Məsələn, deyək.
Tutaq ki, bir qadın saat 10-da mən indi məkanda təkəm. Mən şəhərdəyəm, məkanda təkəm. Mənim yanımda nə yoldaşım var, nə anam var, nə atam var. Mən qadın başına saat 12-yə bir evə geri çatacağam. Çox insanın bu prinsipi nədir? Aha, nə bax, qadın başına saat neçədədir çöldə? Qadın başına deyir. Mən qadın başına çıxa bilmərəm. Məni o dəqiqə deyirlər ki, bu səhv eləyir, bu nəsə eləyir. Yəni ki, nədir? Öz düşüncəsinə aid olmayan, cəmiyyətin ona aşıladığı şeylərə qıcıq olmaq və qəbul etməmək. Tamam. Məsələn, bir insan mənə baxır, deyir ki, qıcıq olur mənə, buna bax. Saat 10-da məkandadır. Kəsi də yoxdur yanında. Qıcıq oluram buna. Qəbul etmir. Qəbul etmir. Və öz ona aid olan fikir, ona aid olmayan, təcrübə etməyən bir şeyi qəbul edə bilmir. Bu nədən irəli gəlir? Yəni ki, başqalarının reallaşdırdığı hadisələri, başqalarının gözəl şəkildə yaratdığı hadisələri öz həyatında yarada bilmir deyə bunları qəbul edə bilmir. Bax, tək başına səyahətə gedir. Qadın başına tək başına səyahətə getmək nə deməkdir? Allah bilir kimlə getdiyi, filan beynimdə fikirlər yaradıram. Qəbul edə bilmirəm onun fikirlərini, düşüncələrini. Çünki niyə? Qısqanıram və içimdə bir qıcıqlıq yaranır ona. Əslində mən də etmək istəyirəm, amma özümə etiraf edə bilmirəm. Bu sizin pul axışınızı dayandıracaq. Bu sizin həyatınızda axışda olmağınızı dayandıracaq. Ən birinci növbəli dərəcədə. İndi bura paxıl yazırsınız, qısqanma yazırsınız. Qısqanma paxıl duyğulardır. Ümumi nəzəri sizə çatdırmaq istədim ki, qısqanlıqdır, paxıllıqdır, digər nüanslardır. Bunun səbəbi başqalarının etdiyi hərəkəti və başqalarının etdiyi fikirləri, düşüncələri qəbul etməmək. Sənin ziddinə, sənin etmədiyin bir şeyləri başqası edirsə, bunu qəbul etməmək. Pul axışını dayandıracaq, maddi bolluğunuzu dayandıracaq. Niyə? Bəlkə də sənin nəsibində var ki, sən də tək başına gedəcəksən. Amma sən bunu həddən artıq qəbul etmədiyin üçün, buna pis baxdığın üçün bu sənin həyatına gəlmir. Çünki sən buna pis baxırsan. Çünki sən bu fikri, bu düşüncəni, bu hərəkəti qəbul etmirsən. Aydın oldu? Bəli, qəbul etməliyik. Aydın oldu? Axışda olmağımıza mane olan 7 əsas dedik ki, axışda olmağımıza mane olan 7 punktdan danışdıq. Düz deyil. İndi bu 7 punktdan, bu 7 dənə bizim axışda olmağımıza, pulun həyatımıza gəlməyinə mane olan bu 7 punktu necə çevirməliyik də, necə şəfalandırmalıyıq, ondan danışacağam. Bunu ilk növbədə şəfalandırmağın birinci dərəcəli. Özünə dəstək olmağı yaratmaqdır. Yəni ki, öz kökünü yaratmaqdır. Bir ağac düşün. Ağac sənsən, sənin köklərin var, yaradan sənin bolluğun, bərəkətin, ruzindən göndərib. Amma sən ağac köklərin getdikcə qurumağa başlayır. Niyə? Çünki sən axışda ola bilmirsən, özünə güvənə bilmirsən, öz kökünü yarada bilmirsən və sən daim başqalarından asılı vəziyyətdəsən. Sənin budaqların başqasına doğru əlini uzadır. Buna görə də sən axışda ola bilmirsən və öz kökünü yarada bilmirsən, getdikcə qurumağa başlayırsan. Buna görə də axışda olmağın və öz kökünü yaratmağın üçün birinci sən ağacsan və köklənməlisən yerə. Nə? Özünə dəstəyi yaratmalısan. Özünə dəstəyi yaratmağın birinci bölməsi, özünə dəstək yaratmağın birinci dərəcəsi. Sən bilməlisən ki, nəyi sevirsən, nəyi sevmirsən. Həyatda sevdiyin şeylər nədir, sevmədiyin şeylər nədir? Bu niyə bu qədər vacibdir? Çox insan düşünür ki, mən çox paltar almaq sevirəm. Amma çox insan çox paltar almaq sevmir əslində. Sadəcə olaraq buradan serotonini aldığı üçün, buradan xoşbəxtlik hormonunu aldığı üçün, özünü dəyərli hiss elədiyi üçün kütlənin bir hayına, küyünə gedir, gündə bir moda çıxır və bu insan gedib paltar alır. Yenə özündə deyil, yenə öz kökündə deyil, yenə də başqa eqreqora bağlanıb. Buna görə birinci qayda, sən nəyi sevirsən və nəyi sevmirsən, onu yazmalısan, bilməlisən, beyninə göstərməlisən. Bunu da necə yazacaqsan? Sən bunu çox vaxt yazdığın zaman görəcəksiniz ki, bu ananızın sevdiyiymiş, o cəmiyyətin sevdiyiymiş, mən heç bunu sevmirəmmiş, mən sadəcə bu günə kimi bunu edirəmmiş ki, xoşbəxt olun. Birinci qayda, nəyi sevib, nəyi sevmədiyinizi öyrənməlisiniz. İkinci qayda, öz dəyərini müdafiə etmək.
öz dəyərini müdafiə etmək. Yəni ki, misal, gedirsiniz bir dənə restorana, sən sevirsən kapuçino, yoldaşın sevir çay. Yoldaşın deyir ki, bəlkə çayı içək. Çay qəşəngdir də, başlayır sənə çay tərifləmə, amma sənin ürəyindən kapuçino keçir. Amma sən deyirsən olsun, yaxşı, eybi yoxdur, çay içək, heç nə olmaz. Sən deyirsənsə çay içək. Siyo, öz dəyərini saldın, sənə halbuki kapuçino ləzzət eləyəcəkdi, kapuçino ürəyin istəyirdi. Olsun da yoldaşın çay içsin, sən kapuçino iç. Yəni sən bu kofe növünü iç də, misal deyirəm də, indi buna misal çəkdim. Yəni ki, sən asanlıqla öz dəyərindən vaz keçmə. Asanlıqla öz dəyərindən imtina etmə. Yoldaşın sevirsə, anam sevir, atam sevir, yoldaşım sevir, filankəs sevir, deyə öz dəyərindən imtina etmə. Üçüncü, sərhədlərinizi bilmirsiniz. Yox deyə bilmirsiniz. Yəni ki, misal, bugün evinizdə işiniz var, rəfiqəniz sizi çağırır ki, gedək kofe şopa. Siz deyirsiniz ki, halbuki evinizdə işiniz var, önəmli. Yox deyə bilmirəm. Yaxşı, gəl gedək. İnsanlara yox deyə bilməmək. Üçüncü, insanlara yox deyə bilməmək. Çünki enerjiniz onlar həddən artıq alacaq. Özünüzü inkişaf elətdirib, özünüzü kəşf edə bilməyəcəksiniz. Yox deyə bilməmək. Dördüncü, hisslərinə, yəni ki, yox deyə bilməmək bilsin nədir əzizlərim? Sərhədlərini bilməmək. Bunu aydınlatdım. Sərhədlərini bilmirsən və insanlar sənin asanlıqla enerjindən istifadə edir, yox deyə bilməyəndə sən. Və sənin enerjin özünə qalmır, başqalarına gedir. Və sən sonra günün sonunda peşman olursan, heç nəyə çatdıra bilmirsən. Dördüncü, hisslərinə önəm verməmək. Yəni ki, hisslərinə önəm verməmək. Məsələn, özümüzdən misal çıxır, kənara getmək. Hisslərinə önəm vermək nə deməkdir? Məsələn, bu webinardasınız. Webinardan sonra sizlərə bir fürsət təqdim edəcəm. Nə edəcəksiniz? Məntiq oradan danışacaq. Qoysan qoşulmayım, ay Allah, nəticə alacağım, almayacağım, güvənmirəm. Güvənməyim, məntiq tərəfinizdə. Hamınızda bu olmayacaq, aranızda çoxunuz pasiyentimsiniz, tələbəmsiniz, amma yeni qoşulanlarda bu olacaq. Həddən artıq məntiqi və güvənməmək və hisslərini ölməmək. Amma halbuki əlinizi ürəyinizə qoysanız, daxilinizi dinləsəniz, mən hissimə önəm verirəm, qoşulmalıyammı, orada olmalıyammı? Baxıram ki, ürək titrəşimim yüksəkdir, həyəcanlıyam, sevgi doluyam, demək orada olmalıyam. Demək mən məntiqimi kənardan qoymalıyam, qorxularımdan azad olub, o mənə gələn fürsəti dəyərləndirib istifadə etməliyəm. Yəni ki, hissinə önəm vermək, ruh hissinə əlaqə saxlayır. Hissinə önəm vermək, məntiqdən qorxularınızı kənara qoymaq. Hisslərinə önəm vermək. Beşinci, hər yerdə öz yerini bilmək. Hər yerdə öz yerini bilmək önəmli vasitədir. Bu nə deməkdir? Məsəl, hər yerdə öz yerini bilmək. Mən əgər ki, mən valideynimin yanında ancaq uşaq ola bilərəm. Mən valideynimin yanında uşaq ola bilərəm ancaq. Mən valideynimə böyüklük edə bilmərəm. Çünki mən yerimi bilməliyəm. Bu valideyndir, mən uşağam. Mən yoldaşımın anası deyiləm. Mən yoldaşımın anası deyiləm. Onun məsuliyyətlərini götürməməliyəm. Yoldaşım mənim yoldaşımdır. Mən onun qadınıyam. Yerimi bilirəm. Yəni ki, həyatda öz yerini bilmək, çox insan öz yerini bilmir, yerini dəyişik salır. Məsələn, siz padrukanızın bacısı ola bilməzsiniz. Belə bir qayda yoxdur. Siz heç bir padrukanızın bacısı ola bilməzsiniz. Siz onun padrukasınızsınız, dostusunuz. O prinsipdəsiniz. Həyatda enerji olaraq siz padrukanızın dostusunuz. Yox. Siz onun bacısı olan zaman həddən artıq enerjiləri qarışdıracaqsınız. Amma siz yeri səhv salırsınız, yerinizdə deyilsiniz. Aydın anlata bildimmi? Bunları etməməliyik. Biz həyatda hər kəsin həyatında bir yerdəyik. Bir yerdəyik. O yeri səhv salmayaq. Enerjiləri səhv salan zaman biz başlayırıq, bütün enerjiləri qarışdırırıq və kainat da dolaşıq da bilmir ki, bizə nə gəlsin. Məsələn, ərimizə yoldaşımız ana vəzifəsində isə kainat bilmir ki, onu sevgili kimi davranmasın, yoldaş sizə sevgili kimi nəsə etməlidir. Başlayacaq yoldaşınız sizə ana kimi davranmağa. Niyə? Çünki siz onu ana roluna girdiniz orada. Çünki siz yerinizi bilmədiniz. Altıncı punkt. Altıncı punkt, diqqətlə dinləyim. Altıncı punkt, öz yerini, dedik 5-ci punkt öz yerini bilmək, 6-cı punkt inkişaf etmiş insan. Yəni ki, inkişaf etmiş insan. Misal, buna nə deyirlər? Mən inkişaf etmiş insan bilir ki, mən özümə yetərliyəm. Kimlərdənsə gözləntidə deyiləm. Misal, mən durub demirəm. Bax, atam məni oxutmadı.
Atam mənə bu hesabı verdi, atam mənə filan şey etdi. Yəni ki, bütün məsuliyyətlərimi, həyat məsuliyyətlərimi valideynlərimin üzərinə atıram. Əslində valideynlərim onu mənə yaşatmalı idi ki, mən özümü tapım. Özümü inkişaf elətdirim. Onlar mənə yaşatmasaydı mənim ruhum təkamülü bilməyəcəkdi. Yəni ki, öz məsuliyyətlərini başqasının üzərinə atmaq. Okay? Məsələn, mən yoldaşımın üzərinə atıram ki, məsuliyyəti, o mənə filan şeylər icazə vermir, filan şeylər icazə vermir. Əzim, sən istəmirsən. Daxildən sən istəsəydin, o bunu yaradardı. Yəni ki, öz həyat məsuliyyətlərini, öz inkişafını, öz xoşbəxtliyini başqalarının üzərinə atmaq. Həqiqi inkişaf etmiş insan daim öz məsuliyyətini götürür və özünün özünə yetməli olduğunu bilir. Heç kəsin asılı vəziyyətə düşmür. Və mən bilirəm ki, mən bugün bunu eləsəm, mən bunu qazanacağam. Və mən buna görə bu məsuliyyəti öz üzərimə götürürəm. Gedib ki, mən asılı vəziyyətə düşmürəm. Gedib yoldaşımı suçlamıram ki, sən niyə bunu mənə eləmədin, mən bunu istəyirəm. Gedib anamı suçlamıram ki, bütün gün sənin həyatına görə mənim həyatım məhv oldu. Öz şəxsiyyətimdən algılayıram, anlayıram ki, bunları yaşamalıydım və mən buradan artıq nə çıxış yolu tapa bilərəm. Həqiqi inkişaf etmiş insan öz məsuliyyətini götürüb, özünün özünə yetməli olduğunu anlayır. Özünün özünə yetməli olduğunu anlayır və qurban rolundan çıxır. Edə bilmirsinizsə, qorxu rolundasınız, onu deyəcəm necə etmək lazımdır. Bu 6 punktu bildiniz. Əzlərim, bu sizə verdiyim sxemlər, sizə verdiyim punktlar həyatınızda yazın, gözünüzün önündə bir divara asın. Yazın, gözünüzün önündə bir divara asın. Nə zaman ki yolunuzdan çıxdınız, o bəndi özünüzə xatırlayıb özünüzə dönün. Digər nüansda. Bütün bunlar dedik, okey, Pərik, çox qəşəng danışdım, belə, elə, çox gözəl məlumatlar verdim. Bundan sonra biz nə etməliyik? İndiyənə kimi əldə etdiklərinizi həyatınızda fiksasiya edin. Yəni ki, bu hal-hazırda webinardasınız. Okey, mən artıq bunları bildim, bunları həyatımda bərkidirəm, mənə bir çıxış yolu göstərildi. Şükür edirəm, bunu bərkidirəm həyatımda, gedirəm bu punktları, verilən məlumatları ard-arda oxuyuram və həyatımda fiksasiya edib bərkidirəm. Bunu bərkitməliyəm ki, mən növbəti məqsədimə çatım, yaradan növbəti etabı mənə göstərsin. Hoppanmıram, tələsmirəm, heç yerə də getmirik, tələsmirik. Biz nəyə görə uğur qazana bilmirik? Çünki həyatımızda qazandığımız uğurları kiçik, böyük fərqi yoxdur. Dəyərləndirmirik, şükrünü etmirik və özümüzə buna vaxt ayırdığımız üçün, bunu qəbul etdiyimiz üçün ödənişli, ödənişsiz fərqi yoxdur. Bunu qəbul etdiyimiz üçün özümüzə təşəkkür etmirik. Təşəkkür edirəm ruhum, bunu dinləməyə mənə vaxt ayırdın, buna icazə verdin. Şuur altım, təşəkkür edirəm, bunu dinləməyə mənə zaman verdin. İcazə verdin ki, mən bunları dinləyim, öyrənim və mən şükür edirəm. Hal-hazırda fiksasiya edirəm, buna şükür edirəm. Nə edəcəksiniz? Bunu beyninizdə bərkidəcəksiniz və fiksasiya edəcəksiniz həyatınıza. Bərkidəcəksiniz. Siz bugün suyu rahatlıqla içirsiniz, düz deyilmi? Suyu niyə rahatlıqla içirsiniz? Siz çünki beyninizdə var, belə düşüncə var ki, su həmişə var. Və siz qorxmursunuz ki, bir gün su olmaya bilər. Və Afrikaya baxaq, başqa ölkələrə, su tapmayan ölkələrə baxaq. Görürsünüzmü, o ölkələrdə su yoxdur. Amma bizim ölkədə su var. Niyə? Çünki biz əzəldən buna inanmışıq ki, bizə su var həmişə. İnandığımız üçün də daima bizə su gəlir. Yəni beynimizə bərkidirik, bu daima var. Və biz nə etməliyik? Bunları öyrənəndən sonra bunu beynimizdə şəfalandırmalıyıq ki, bu daima var. Pəri var, bunu fiksasiya edirəm və şükür edirəm, bu daima var. Mən suyu bugün rahatlıqla içdiyim üçün mən gedirəm kofeni alıram növbəti etapda. Kofeni rahatlıqla, şükrünlə içib fiksasiya edəndən sonra mən kofedən daha bahalı şeylər içməyə başlayıram. Bunu dedəndən sonra daha bahalıya gedirəm, daha da bahalını həyatıma çəkirəm. Çünki onun normal olduğunu düşünürəm.